həmin dövrdə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələrək Azərbaycanı parçalanmaqdan, bölünməkdən, məhv olmaqdan xilas etdi. Bunu bir dəfə Cənab Prezident də qeyd etdi. Təbii ki, yəni Ulu Öndərin hakimiyyətə gəlməsi labüd idi, amma bu baş verməsə bəlkə də bugün Azərbaycan yox idi. Cənubda bir respublika, şimalda bir respublika, Qarabağda ermənilər rayonları işğal edir və bütün bu proseslər yekunlaşdı və Ulu Öndərin ən böyük xidmətlərindən biri də Azərbaycan dövlətini qurmaqla yanaşı bizim konstitusiyamızın hazırlanmasına başlanılmasıdır. Və biz ümumi konstitusiyaları müzakirə edəndə deyə bilərik ki, ən mükəmməl insan hüquq və azadlıqlarının təmin olunması baxımından bütün prinsip və müddəaları əks etdirən dünyada mövcud konstitusiyalardan biri Azərbaycanın konstitusiyasıdır. Yəni buradakı bəndlər, buradakı müddəalar, insan hüquq və azadlıqlarının təmin olunması və digər istiqamətdə biz prosesə baxanda ona açıq aydın görürük. Burada çox məsələləri qeyd edə bilərik. Demək, 91-ci ildə konstitusiya qəbul ediləndə bir çox müzakirələr getmişdi. Onlardan biri bizim dilimizin hansı dil olması. Təbii ki, biz Türk'ük, yəni bu o zaman da müzakirə olundu, amma Ulu Öndərin ən böyük müdrik addımı oldu ki, bu məsələyə önəm verilərək Azərbaycan dili məsələsi konstitusiyada təsbit olundu. Və bugün də biz bunun nə dərəcədə uzaq görən bir addım olması görürük. O zaman müzakirə olunan məsələlərdən biri qanunda dinlə bağlı məsələlərə gələndə bəziləri bunu xüsusi vurguladı ki, gəlin biz İslam dinini xüsusi olaraq qeyd edək, bunu necə ki Ermənistan edir, Gürcistan edir, öz dinlərinə üstünlük verir. Ulu Öndər bu məsələ ilə razılaşmadı. O dedi ki, bizdə konstitusiyamızda bütün dinlərin qanun qarşısında bərabər olması təsbit olunmalı. Və zaman göstərdi ki, bu da olduqca düşünülmüş, uzaq görən bir addımdır. Və burada yəqin ki, başqa bu prosesdə iştirak edən yoldaşlar da danışacaq və bu cür məqamlar olduqca çoxdur. Və burada bizim konstitusiyada təhsillə də bağlı çox önəmli müddəalar var. Yəni bildiyiniz kimi bizim konstitusiyanın 42-ci maddəsi təhsillə bağlıdır, təhsil hüquqları ilə bağlıdır. Və deyə bilərik ki, bir neçə maddədə, bir neçə bənddə Azərbaycan dövlətinin təhsilə yanaşması necədir, təhsili necə görür Azərbaycan dövləti və bu hansı formada tənzimlənəcək, bütün bu məsələlər bizim konstitusiyada da öz əksini tapdı və bununla da biz deyə bilərik ki, insan